20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri Ponçala qəsəbəsində 20 yanvar və 9 aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla anılıb. Səfirlik əməkdaşları yerli sakinlərlə görüşərək onların qayğıları ilə maraqlanıblar. Bunun arxitektoru da, mimarı da şəxsi mən özüm Buca bəy Əmiroğlu. Hər vaxt da, hər il biz həm 20 yanvarı, həm də 9 apreli məktəbin müəllim kollektivindən, şagird kollektivindən, elimizin, obamızın balalarıyla bir yerdə həmişə qeyd eləmişik. Bundan sonra da qeyd eləyəcəyik. Öz canlarından keçən şəhidlərə Allah qəriqəni rəhmət eləsin. Yerləri behiştdə olsun, cənnətli olsun. Və onların səbəbinə görə də həm Azərbaycan, həm Gürcüstan müstəqillik qazandı, suverenliyə nail oldular. Daha sonra Qardabani Bələdiyyəsinin Ağtəhlə kəndindən olan 20 yanvar şəhidi Rəşid İsmayılovun ailəsi ziyarət olunub. Görüş zamanı Rəşid İsmayılovun qəhrəmanlığından danışılıb, xatirəsi yad edilib. Bütün Azərbaycan xalqını salamlayıram. Ona görə ki, dövlətinə də, hakimiyyətinə də dərin təşəkkürümüzü bildiririk ki, bugünkü günü Ağtəhlə kəndində şəhid olmuş, 20 yanvar şəhid olmuş Rəşid müəllimin xatirəsini yad edir. Gəlirlər, səfirliyin nümayəndəsi gəlib yad edirlər, onların qohumlarını, doğmalarını yad edirlər, ziyarət edirlər, diqqətlərini əsirgəmirlər. Allah onlardan razı olsun. Məlumat üçün onu da bildirək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar silsilə tədbirlər planı çərçivəsində müxtəlif yerlərdə şəhid ailələrini ziyarət edib, onların xatirəsini yad ediblər.